Diaqram mövzusunu davam edirik və bu dərsdə mən bu diaqramı başqa variantlarını göstərəcəyəm və xırdaca format əməliyyatını aparacağıq. Keçirik konstruktor bölməsinə. Buradan pəncərəni qaytarırıq. Deyək ki, bu obyekti yüngülvari format eləyək. Kontrolunu eləyək. Deyək ki, qırmızı yoğunluğunu belə eləyək və daxili rəngini dəyişək belə. Bundan başqa konkret fiquru da formatlaşdırma olar. Tutalım ki, bax bu bizdə gəlirdir. Bu gəlirin rəngini dəyişə bilərik. Sadəcə olaraq bütün obyekti yox, konkret bu fiquru seçirik. Yəni birini seçən kimi başqaları seçilir. Yəni gəlir fiqurunu seçdik və buradan plan bir rəngini dəyişə bilərik. Deyək ki, olsun sarı rəngində. Belə. Kontrolun rəngini dəyişə bilərik burada da. Deyək ki, olsun qəhvəyi rəngi. Yoğunluğunu dəyişə bilərik. Deyək ki, belə. Və görürsünüz, ümumi obyektin formatını yerinə yetirmək olar və konkret olaraq hansısa bir fiqurun formatını yerinə yetirmək olar. Əgər dəyişikliklər sizin xoşunuza gəlmirsə və əvvəlki variantı bərpa eləmək istəyirsinizsə, keçirsiniz bu bölməyə tekushi fragment, yəni cari fragment və buradan восстановить stil, yəni stili bərpa elə əmrini yerinə yetirirsiniz. Gördünüz, köhnə variant qayıtdı. İndi tutalım ki, burada keçək aşağı, bu iyun ayda bizdə xərc gəlirdən çoxdur. Yəni burada 18.000-dir, burada yığaq, deyək ki, 20.000. Bax belə. İndi fikir verirsiniz iyun ayına, bax bu diaqrama, ya bu sütuna. Görürsünüz, təmiz gəlir -2-dir. -2000-dir. Ona görə də bu diaqramda bu sütun sıfırdan aşağı düşür. Yəni diaqramda həm müsbət gəlirə də baxmaq olar, həm mənfi gəlirə də baxmaq olar. İndi gəliz bu histogramı dəyişək, yəni başqa diaqramlar seçək. Görək onlarda bu məlumat necə göstərilir. Yəni bəzilərini seçək. Keçirik konstruktor kitabına. Və buradan yığırıq izmini tip diaqramı. Yəni diaqramın tipini dəyişirik. Tutalım ki, belə seçirik. Qrafik variant. Seçdik. Okey. Gəlin bunu biraz qaldıraq belə. Bax, qrafik şəklində sizə göstərir artıq. Bu bizdə gəlirdi. Bu xərcdir. Bu isə təmiz gəlirdi. Ən yüksək təmiz gəlir bizdə olub may ayında 35.000. Görürsünüz. Daha doğrusu may ayında 20.000. Təmiz gəlirdən söhbət gedir. Görürsünüz, 20.000-i göstərir.
Keçək başqa tipə. Tutalım ki, dairəvi. O belə göstərəcək sizə. İstəyirsiniz belə seçin, istəyirsiniz belə seçin, istəyirsiniz belə seçin. Yəni, cürbəcür variantlar var. Görürsünüz? O belə. Artıq bütün məlumat dairə şəklində sizə göstərilir. Belə seçmək olar. Xətti, xətlə göstərəcək. Görürsünüz, iyun ayında belə olub. Təmiz gəlirimiz, xərcimiz və ümumi gəlirimiz. Bu isə yanvar ayındadır. Mən bilən bunların arasında ən yaxşı, yəni baxımlı diaqram histogramdır. Bu da pis deyil, lineage'dir. Amma bu da mən bilən ən yaxşısı mənim fikrimcə. Histogram, yəni bu variant. Hər şey aydın görsənir. Rəqəmlər sol tərəfdə, aylar aşağıda və burada bütün nəticələr görsənir. Bununla diaqram obyektini qurtarırıq və gələn dərsdə axırıncı obyekti artıq mətn bölməsindən olan Word Art obyektini nəzərdən keçirəcəyik. Bugünə bu qədər. Təşəkkürlər.